700 سال تاریخ ایران بدون تاریخه. 700 سال تاریخ این کشور تاریخ حاکمان غیر ایرانی است بر این کشور. سلجوقیان و سطوح مختلف دیگری از جاهای گوناگون بر این کشور حکومت کردند. Buradan da belli olduğu kimi Qasım Süleymani Türk xanədanlıqlarının dövrlərini itmiş dövr adlandırır. Yəni onları İran tarixinin bir parçası saymır. İran-İraq savaşında ən çox şəhid verən xalqlardan biri olan Azərbaycan türklərinin babalarının qurduğu xanədanlıqlarına qarşı ayrı seçkilik eləyən İran İslam rejiminin ən qəhrəman generallarından biri bizə bir daha sübut eləyir ki, Şiəlik İranda təəssüf ki, hələ də farslığa xidmət eləyir. Yəni Pəhləvi dövründə necə ki, türkliyə qarşı bir diskriminasiya var idisə, bu gün də ümmət yaradacağını iddia eləyən, irqçilik etmədiyini bildirən, dil ayrımı etmədiyini söyləyən rejim hələ də türkləri görməzdən gəlir və türklərə qarşı diskriminasiya edir. Hətta onun ən əsas generalı bu sözü deyir. Yəni deyib ki, türklərin dövrü itmiş dövrdür. Çünki onlar İrani deyillər. Konkret olaraq ağzı ilə deyir ki, İrani, yəni İran dili deyillər. Yəni burada bir növ irqçilik eləyir. Bu da onu göstərir ki, əgər İranın böyük bir qismini təşkil eləyən türklər sırf türkcə danışır deyə diskriminasiyaya məruz qalırsa, burada ümmət anlayışından istifadə etmək olmaz. Yəni şiəlik sadəcə olaraq farslar və türkləri bir arada tutmaq üçün istifadə edilir. Yəni əslində günün sonunda bu Sasani Zərdüş ənənəsinin qorunması deyilmi? Çünki bilirlər ki, əks təqdirdə türkləri əllərində saxlaya bilməzlər. Çünki türklər Sasani və Zərdüş ənənəsinin danışıcıları deyillər. İslam pərdəsindən istifadə edərək asanlıqla bu iki toplumu bir arada tuta bilərlər ki, Molla rejimi də uzun müddət ki bunu etməyə çalışır. Eyni zamanda ölkəmizdə də onların bir çox cəsus şəbəkəsi var və farsçılığı ölkəmizə din adı altında yaymağa çalışırlar ki, siz bildiniz mən kimləri nəzərdə tutdum. Bu arada həminki o İranda qurulan türk dövlətlərinin fars dövləti olduğunu iddia edən bu həyasızlar həm də altdan alta həmin dövlətlərə nifrət eləyir. Çünki onlar günün sonunda türk dövlətləridir.